Hər birinizi salamlayıram, əziz izləyicilər. Mən Dunay Mahmudova, sizi gələcəkdəki mən layihəsinin növbəti buraxılışında xoş gördük. Bugünkü mövzumuz data analitikası və bununla bağlı bizə məlumatı hörmətli qonağımız Nuraynə xanım Novruzova verəcəkdir. Salamlayıram sizi Nuraynə xanım, xoş gəlmisiniz. Xoş gördük Dunay xanım. Çox sağ olun dəvətiniz üçün. Xoş gördük. Mümkünsə özünüz haqqında məlumat verərdiniz? Mən Novruzova Nuraynə qeyd elədiniz. Özüm haqqında kiçik məlumat vermək istəyirdim. Maliyyə hesabatlılığı və ERP sistemləri üzrə menecer hal-hazırda vəzifəsində çalışıram. Özüm ümumi mənada data analitik hesab edirəm. Data analitikəm, eyni zamanda Microsoft sertifikasiyalı təlimçiyəm. Mən ilkin olaraq ixtisasım maliyyə sahəsindən gəlmişəm və daha sonra artıq datalarla, data analitikası sahəsində çalışmaqdayım hal-hazırda. Çox gözəl. Bu sahəyə necə gəldiyiniz haqqında danışa bilərsiniz? Əslində sahəyə gəlişim tam təsadüfi də olmayıb. İşlədiyim şirkətdə maliyyə sahəsində çalışırdım. Elə bir imkan yarandı, belə bir şərait gətirdi ki, artıq bizdə sırf ERP sistemləri üzrə bir mütəxəssisə ehtiyac var idi və mən buradan yola çıxdım. Və artıq sırf bu sahədə, yəni datalarla, böyük datalarla işləməkdir və s. 2018-ci ildən artıq bu sahədəyim. Data analitikası sizə görə nə deməkdir? Data analitikası ümumi mənada götürsək, böyük məlumatlarla iş deməkdir. Yəni böyük məlumatların əldə edilməsidir, onların təmizlənməsidir, daha sonra artıq təhlil prosesidir. Ümumilikdə proses olaraq bu data analitikası adlanır. Ondan sonra artıq əldə olunmuş bu təmiz məlumatların digər prosesi keçirilir. Burada vizualizasiya ola bilər. Burada artıq biznes özünə aid olan faydalı məlumatları götürə bilər, faydalı nəticələr əldə edə bilər və tendensiyaları müəyyən edə bilər. Bu da daha sonra qərar qəbul edilməsində, həm də ki o biznesdə olan problemlərin həllinə kömək edir. Yəni data analitikası əslində dolayı yolla desək, qərar qəbul edilmə prosesinə təsir edən əsas prosesdir. Minnətdaram. Sizə görə ixtisas üzrə gərəkli bilik və bacarıqlar hansılardır ki, məsləhət olunardı ki, tələbələr bunu əldə etsin? Mən bu bilik və bacarıqları iki sahəyə bölmək istəyirdim, iki kateqoriya üzrə. Biri texniki deməli sahə və qeyri-texniki bacarıqlar deyərdik. Texniki bacarıqlardan başlayaq. Texniki bacarıqlardan əlbəttə ki, əgər biz böyük məlumatlarla işləyiriksə, həmin məlumatların əldə olunması prosesi üçün bir verilənlər bazası olur. Adətən həmin verilənlər bazası üzrə o biliklər lazımdır. Burada əsas deməli proqramlardan biri məsələn SQL proqramını misal çəkə bilərəm ki, ən azından SQL ilə tanışlıq olmalıdır. Müəyyən qədər statistik və riyazi bilik lazımdır. Məsələn, orada ehtimal nəzəriyyəsi ola bilər, sadə statistik anlayışlar ola bilər, riyazi anlayışlar ola bilər ki, bu həqiqətən də bu datanı artıq çıxaranda oradakı statistikanı insan görsün, müəyyən edə bilsin. Proqramlaşdırma dillərindən Python'dır, R-dır və belə bir proqramlaşdırma hər hansı bir dili ən azından mənimsəməlidir. Bu sırf texniki bacarıqlardır və bir də təklif edərdim ki, məsləhət görərdim ki, bir vizualizasiya alətini də öyrənməyiniz çox yaxşı olardı. Deyək ki, adlarını çəkəsi olsam, məsələn, Power BI hal-hazırda çox geniş yayılmaqdadır. Power BI aləti və yaxud Tableau deyək və yaxud Looker ola bilər. Hər hansı bir aləti proqram kimi mənimsəmək lazımdır. Bunlar texniki bacarıqlardır. Amma qeyri-texniki bacarıqlara gəlsək, mənim üçün data analitikin əsas bacarıqlarından biri maraq olmalıdır. Araşdırma bacarığını da deyə bilərik. İngilis dilində buna curiosity deyirlər. Yəni hər şeyə bir marağın olması. Bu niyə oldu? Yəni burada prosesdə niyə belə oldu? Bu məlumatda burada tutaq ki, sapınmalar hardan əmələ gələ bilər belə. Çünki artıq siz daha sonra məlumatı təhlil eləyəcəksinizsə, bu sualları öncədən verməyiniz, yəni onları görməyiniz belə çox mühümdür. İkinci bacarıq olaraq, qeyri-texniki bacarıq olaraq deyərdim kommunikasiyanın olması.
ünsiyyət bacarıqlarının olması. Bu adətən bu kommunikasiya sözünü çox eşidirik, communication skills və s. Amma tutaq ki, bizim hazırladığımız o məlumatı artıq təmizləmişik, hər şeyi düzəltmişik, hətta müəyyən bir cədvəl halına salmışıq. Biz o texniki məlumatı biz qeyri-texniki şəxslərə necəsə çatdırmalıyıq. Yəni düzgün kommunikasiya vasitəsilə biz onu ötürməliyik. Şirkət olaraq desəm əgər, tutaq ki, şirkət əməkdaşıyam və mən bu əldə elədiyim deyək ki, nəticəni digər şöbələrə, burada texniki şöbələr də ola bilər, qeyri-texniki şöbələr də ola bilər. Mən onlara hər birinə həqiqətən aydın olan formada çatdırmalıyam. Ona görə düşünürəm ki, deməli bu araşdırma bacarığı, analitik düşüncə mütləq şəkildə və kommunikasiya bacarıqları mütləqdir. Minnətdaram. Bəs ixtisasın məzunları harda çalışa bilər və nə işlə məşğul ola bilər? Əslində data analitika ixtisas olaraq bizdə yeni yaranmaqdadır. Hətta səhv eləmirəmsə Bakı Ali Neft Məktəbində bu ildən, yəni ilk olaraq onlar data analitikası fakültəsini artıq sentyabr ayından başladılar. İlk tələbələr gəlməlidirlər. Mən ümumi yenə deyirəm, desəm, şirkətlər olaraq desək, çox böyük korporativ şirkətlərdə lazım olur data analitikası. Beynəlxalq şirkətlərdə olur. Daha çox banklar, sığorta şirkətləri deyək ki, telekommunikasiya sahəsində olan şirkətlərdə biz görürük ki, bu proses data analitikası və s. çox gərəklidir. Məsələn, hal-hazırda bizdə böyük banklardan Kapital Bankda, Paşa Bankda, ABB-dir, ondan sonra bəzi sığorta şirkətlərimiz var. Big Four kimi tanıdığımız böyük audit şirkətləri var. Azercell, Baksel, yəni onlara həddən çox informasiya daxil olur, böyük datalarla işləyirlər. İstər-istəməz bu dataları necəsə onlar kontrol etməlidirlər. O səbəbdən bu tipli şirkətlərdə iş imkanları çox genişdir. Təşəkkür edirəm. Mən istərdim ki, hal-hazırda biz müəyyən dərəcədə tələb durumundan bağlı danışaq. Çox maraqlıdır ki, data analitikasına olan hazırki tələb durumu necədir? İstərdim ki, bu sualı cavablandırasınız və daha sonra artıq biz digər faktorları və gələcəkdə bu tələb durumunun dəyişmə prosesini izləyə bilərik. Bu suala belə cavab verərdim. Tələb yəqin ki, Azərbaycan, yəni ölkə daxilində olan tələb. Ümumi desək, data analitikası ixtisas olaraq 21-ci əsrin ən tələbatlı peşələrindən biridir. Bu tələbat hal-hazırda var və artan tendensiya ilə davam eləyir. Hətta süni intellektin biraz da son dövrlərdə həyatımıza daxil olması əslində o tələbatı daha da artırır. Təsəvvür eləyin ki, statistikaya görə hər gün 329 milyon terabayt yeni data daxil olur və bu data çox müxtəlif sahələrdən gəlir. Yəni hətta belə deyim, mən sizinlə burada oturub intervyu edirik, amma sosial şəbəkələrdən hal-hazırda sosial şəbəkələrdən, müxtəlif mobil tətbiqlərdən, səhiyyə sistemindən, mən deyim belə deyək də müxtəlif dövlət qurumlarından və s. yəni həyatımızın gördüyümüz bütün sahələrindən sadəcə informasiya axını var. Bu bizə nə üçün lazım olur? Səhiyyə sistemində deyək ki, pasientlərin deyək ki, məlumatlarıdır. Bankda müştəri məlumatlarıdır. Hətta cinayət araşdırmalarında belə, məsələn, gələn o bütün statistika bizə daha sonra proqnozların verilməsinə kömək ola bilər. Müəyyən səhiyyədə deyək ki, diaqnozların qoyulmasında və yaxud cinayət araşdırmalarında və s. Ona görə hələ də aktualdır, yəni ixtisas olaraq data analitikası. Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixində bizdə deməli 4-cü sənaye inqilabının təhlili mərkəzi yaradıldı. Çünki bizdə deməli ölkə olaraq artıq biz qlobal bu sahədə, texnologiya sahəsində geniş imkanlar yaratmaq üçün çox gözəl təşəbbüs idi. Biz bunu artıq ölkə çərçivəsində belə deyək də həyata keçirdik. Və 4-cü sənaye inqilabının texnologiyaları əsas hansı tərkib hissələrdən ibarətdir? Sahə olaraq deyirəm. Burada süni intellekt daxildir, bura maşın öyrənilməsi daxildir, robotlar daxildir, blockchain daxildir.
3D çap vasitələri, əşyaların interneti var burada. Ondan sonra bulut texnologiyaları və s. Yəni bütün bu böyük sahə həqiqətən də bir ordu yaradır ki, bizim artıq data analitiklərə daha çox ehtiyacımız olsun. Mən onu gələcəyin peşəsi adlandırardım. Yəni tələbat həqiqətən olacaq elədir. Belə başa düşülür ki, gələcəkdə tələbat qat-qat daha çox artacaqdır və çox gözəl qeyd etdiniz süni intellektlə bağlı olan məqamı. Elə məhz növbəti suallarımızdan biri də bununla bağlıdır ki, gələcəkdəki tələbat nə cür dəyişəcəkdir, artacaqdır, belə başa düşdük və süni intellekt sizcə buna nə cür təsir edəcəkdir? Yəni nə qədər effektiv olacaqdır? Süni intellekt, belə deyək də, məncə onlar süni intellekt və data analitikası sahə olaraq bir-birindən bir sıx əlaqədə olan sahələrdir. Çünki data analitikası nədir? Deyək ki, məlumatları analiz edir də, çəkir müəyyən bir mənbədən, təmizləyir və s. Ondan sonra artıq onu mənalı formada təqdim edir stakeholderlara, belə deyək. Amma süni intellektdə deməli müəyyən modellər əsasında işləyir. O modelləri hansı ki məlumatlardan, yəni artıq mövcud olan məlumatlar əsasında əldə edir, bir model halına gəlir və daha sonra qoyulmuş sorğuya görə o yenidən bizə qaytarır, belə deyək. Ona görə bu data analitikasının inkişafı və yaxud əksinə süni intellektin inkişafı bir-birinə qarşılıqlı şəkildə təsir göstərəcək. Çox gözəl. Digər sualımız ki, inkişafla bağlıdır. Burada mən fikir verdim ki, tələbələr və məzunlar çox maraqlıdır ki, dərsdən kənar olaraq, ixtisasdan əlavə olaraq bilirik ki, çox vaxtı bu yetərli olmur hətta bizim universitetdə əldə etdiyimiz biliklər bizim inkişafımız üçün. Çünki digər resurslardan da istifadə etmək mütləqdir. Daha yaxşı peşəkar kimi formalaşmaq üçün. Zəhmət olmasa bununla bağlı biraz danışardınız ki, sizcə əlavə inkişaf mənbələri nədir? Mən çox xoşlayıram ümumiyyətlə bu gənclər və s. mövzularda. Bizim bir neçə seminarlarımız olub bu sahədə. Məhz gənclərə dəstək olmaq məqsədi ilə həqiqətən mövzunu çox xoşlayıram. Belə deyim də, mən düşünmürəm ki, təkcə universitet təhsili ilə kifayətlənmək olar. Universitet bizə yol göstərir, istiqamət verir, əsas sahələrdən və s. danışır. Amma bununla paralel olaraq deyək ki, dövr tam artan templə inkişaf edir. Yəni dünya dayanmır. Xüsusən də hal-hazırda bizdə demək olar ki, həndəsi silsilə şəklində inkişaf gedir. Ona görə biz mütləq şəkildə, mən özüm də, hətta tələbələrimiz də, hətta gənclərimiz də belə mütləq özümüzü o zamanənin də belə deyək, dövrün tələblərinə nəbzini tutmalıyıq mütləq şəkildə ki, özümüzü saxlamalıyıq, yeniliklərdən xəbərdar olmalıyıq mütləq. Bunun üçün resurslar lazımdır, bunun üçün yaxşı deməli iş imkanları lazımdır, insanların şəbəkələşməsi lazımdır, bir-birindən bizdə adətən networking deyirlər. Məsələn, tələbələrə tutaq ki, belə bir məsləhətlərim ola bilər ki, bizdə onsuz da internet, yenə deyirəm, həyatımızın bir ayrılmaz bir parçasıdır. Biz telefonda müəyyən bir sosial şəbəkələrdə məlumatları izləyirik və s. Amma fürsətdən istifadə edib digər təqaüd proqramları ola bilər. Müəyyən bir hansısa bir xüsusi seminarlar ola bilər, tədbirlər ola bilər. İstənilən halda o da bizim qarşımıza çıxır. Mütləq şəkildə maraqlansınlar və qatılsınlar. Bu tədbirlər %100 bizə tam texniki biliklər verməyə bilər. Amma siz ən azından insanlarla, digər insanlarla, xüsusən həmin sahənin ekspertləri ilə ünsiyyətdə olursunuz. Artıq çevrəniz böyüyür, müəyyən insanları tanıyırsınız və s. Onlar sizə istiqamət verə bilərlər. Yəni bu şəbəkənin həqiqətən çox böyük rolu vardır. LinkedIn-də məsələn məsləhət görərdim, aktiv olsunlar. LinkedIn çox gözəl platformadır. Özünü inkişaf elətdirmək baxımından deyirəm. Məsələn, orada özünüz tələbə gənc olaraq çox gözəl bir profil yarada bilərsiniz ki, qarşıdakı işə götürən olsun və yaxud digər bir şəxs olsun, sizin profilinizə baxanda artıq sizin peşəkar fəaliyyətiniz haqqında bir məlumatlı olacaq ən azından. Tədbirləri qeyd elədim. Bizdə yerli, yəni respublika səviyyəli çox gözəl həm süni intellekti, həm datadır sahəsində
tədbirlər keçirilir. Burada var müəyyən konfranslardır, seminarlardır, hətta ödənişsiz və s. qatıla bilərlər. Bu təcrübənin zənginləşməsinə səbəb olur. Onlayn öyrənmə resursları var. Udemy-dən tutmuş, Udemy-dir, Coursera-dır, Kaggle-dır, DataCamp-dır. Yəni bunlar hamısı data ilə əlaqəli olan onlayn mənbələrdir. Yəni onlardan belə qeydiyyatdan keçib lazım olan hansısa bir kursu və s.ni götürə bilərlər. Minnətdaram dəyərli fikirləriniz üçün. Bir məsələ də ki, bizə izləyicilərimizlə ən çox maraqlı olan ixtisasla bağlı doğru bilinən yanlışlar və miflərdir ki, bir çox tələbələrin burada bilirsiniz, reallıqdan kənar düşməyə bəli səbəb olur. Mümkündürsə bu məsələ ilə də bağlı biraz danışardınız. O miflərdən mən də keçmişəm, amma sonradan təhlil eləyə-eləyə mən özümdə də bəzi nəticələrə gəldim, çıxdım. Məsələn, belə bir şey o vaxt var idi, belə bir düşüncə ki, data analitiklər ancaq böyük şirkətlərdə lazım olur. Yəni ki, çünki orada məlumatlar çoxdur, aktiv formadadır və s. Düşünürəm bu belə deyil. Çünki hal-hazırda elə dövrdür ki, istənilən halda bayaq da vurğuladım, məlumat bolluğu var və siz hətta kiçik bir şirkətdəsinizsə, adicə məsələn məndə konsalting və tədris mərkəzi fəaliyyət göstərir. Hətta yəni kiçik də olsa biz fəaliyyət göstəririk. Hətta orada belə sadə formada da olsa müəyyən analizə ehtiyacımız var. Məsələn, tələbələr statistikasını götürürəm. Deyək ki, il ərzində hansı yaş aralığında bizim tələbələrimiz var və yaxud onların təhsil səviyyəsi necədir və yaxud maraqları nəyə olub və yaxud il ərzində ən çox müraciət elədikləri təlim hansı olub və yaxud ən az müraciət elədiyi təlim nə olub ki, mən artıq ona uyğun biznes qərarlarını verim. Deyək ki, əgər bir tələbə il ərzində tələbələrimiz daha çox Excel proqramı ilə maraqlanırsa, buna uyğun oradan yola çıxaraq başqa bir taktikalar və yaxud biznes qərarları qəbul edə bilərik. Ona görə məncə bu mifdir ki, mütləq şəkildə böyük şirkətlərdə hətta data analitiklərinə ehtiyac var. Digər mif ola bilər ki, məsələn, data analitikası üçün mütləq şəkildə super riyazi biliklərin olmalıdır. Bu elə deyil. Müəyyən deməli çərçivədə riyaziyyatı, statistik anlayışın olsa və plus da özünü daim inkişaf elətdirsən, məncə bəs eləyir. Belə. Təşəkkür edirəm. Buyurun buna. Belə, növbəti məsələ isə ixtisasın ən çətin yönlərindən biridir ki, yenə də reallıqla üzləşmə məsələsi var ki, burada tələbələr qəbul olmamışdan qabaq özlərində bir vizyon qururlar ixtisasla bağlı. Amma qəbul olduqdan sonra ixtisasın tam əksinin reallıqla üzləşə bilərlər. Mümkünsə çətin tərəflərindən, maneələrdən, yəni bizi reallıqdan üzləşərək problem yarada biləcək məsələlərdən danışsanız şad olaram. Çətinlik əslində hər sahədə olur. Çətinlik, yəni o insan xarakterindən asılı olan bir şeydir, mən düşünürəm. İstənilən halda əgər biz belə deyək də yolumuzu dəqiq bilirik ki, artıq hansı yol üzrə davam edəcəksə, məqsədli şəkildə o yolda, o cığırda addımlamalıyıq. Əsas qarşıma qoyduğum məqsəddir. Mən nə istəyirəm? Yəni ilk olaraq biz birinci bu sualı bəncə özümüzə verməliyik ki, biz nə istəyirik? Hal-hazırda trenddə olduğuna görə deyək ki, data analitikası, yəni bu ixtisasa getməyi də əslində bir o qədər mən xoşhal saymıram. Məsələn deyirəm, mən real qarşılaşdığım bir şeyləri deyirəm. Deyək ki, coğrafiya fakültəsi, coğrafiya ixtisasını bitirən bir şəxsdir. Hansı ki, bir o qədər də yəni xarakter olaraq mən həmin şəxsi pedaqoji sahədə bəlkə müəyyən bir yaxşı töhfələri ola bilər, ya bəlkə hansısa bir sahədə sınasa özünü daha yaxşı nəticələr əldə edə bilər, amma o daha çox proqramlaşdırma sahəsinə istəyir. Mən düzdür, biraz bundan əvvəl vurğuladım ki, bunun üçün xüsusi super riyaziyyat və s. biliklər, texniki biliklər tələb olunmur, sadəcə özünü inkişaf elətdirməlisən. Amma xarakter olaraq, yəni insan təbiəti olaraq bunu insan özündə görmürsə, amma qohumdur, qardaşdır və yaxud kiminsə məsləhəti ilə ki, hə, mütləq sən burada süni intellekt öyrənə bilərsən, data analitikası hal-hazırda yaxşı belə prestijli sahədir və s. o üzrə get. Onu düzgün, yəni doğru hesab eləmirəm.
Yox, əgər tam artıq bilirsiniz ki, bu sahə mənlikdir, uğur qazana bilərəm, onda mütləq şəkildə özünü inkişaf elətdirməlisən. Ən azından belə deyək, bir nəfər sadəcə olaraq mentorla işləmək çox gözəl nəticələrə, yəni səbəb olur. Bir nəfər həmin sahənin eksperti ilə mütəmadi olaraq konsultasiyalar almaq olar. O sizi artıq düzgün yola istiqamətləndirə bilər. Yəni bu sahədə çünki artıq həmin şəxsin təcrübəsi olur, düşünürəm ilkin olaraq belə və daha sonra artıq o networking yaranandan sonra istənilən halda həmin şəxs yəni uğur qazanacağı 100%-dir. Minnətdaram. Növbəti suala keçək. İxtisasla bağlı hansı tövsiyələr vermək istərdi? Bunlar həm məzunlara, həm də ki tələbələrə və seçmək istəyəcək, gələcəkdə bu üzrə tələbə olmaq istəyən şəxslərə şamil olunur. Əslində bu sahə üzrə film tövsiyəm ola bilər. Bəlkə maraqlı olar, gənclər də xoşlayır film izləməyi. Məsələn, Imitation Game var, imitasiya oyunu filmi. Hansı ki, Böyük Dünya müharibəsi illərində İngilis alimi Alan Turing, riyaziyyatçı alim, onun yaratdığı bir Enigma adında maşından söhbət gedir və orada filmdə tam detalları ilə göstərir ki, orada necə kodlaşdırma aparıb, ondan sonra qərar qəbul etməyin çətinliyidir və s. Sırf bu tərəflərini detallı şəkildə göstərir kinoda. Bu yaxınlarda, yəni yeni illərin kinolarından biri də Social Dilemma deməli filmidir. Hansı ki, artıq burada sosial şəbəkələrin həyatımıza necə təsiri və məlumat axını barədə çox belə müəyyən bir səhnələr və s. var orada. Yəni tövsiyə edəcəyim filmlərdən biridir. Yeri gəlmişkən, film və kitab tövsiyəsindən söhbət düşmüşkən bir kiçik elan da demək istəyirdim. Bizim izləyicilərə sürprizimiz var. Belə bir sürpriz eləmək istəyirdim ki, məşhur deməli natiq, ondan sonra ictimai belə deyək də hamımızın tanıdığı xadim Dale Carnegie'nin bir kitabı var. Mən onu bizim izləyicilərdən birinə hədiyyə eləmək istərdim. Kitabın adı belədir, Rəqəmsal erada necə dost qazanma və insanlara təsir etmənin yolları barədədir. Bu kitabı seçməyim əslində təsadüfi deyil, çünki hal-hazırda biz digital bir erada yaşayırıq, dövrdə yaşayırıq və burada dost artıq anlayışı biraz daha virtual formaya keçib. Çünki sosial belə deyək də şəbəkə, mobil telefonlar, smart cihazlar həyatımıza daxil olub deyə hər şey virtuallaşıb. Ona görə məhz bu rəqəmsal erada necə biz dost qazana bilərik? Eyni zamanda qarşıdakı şəxsə siz necə təsir edə bilərsiniz? Onun yolları barədə çox gözəl məsləhətlər verilib. Amma bu deməli kitabı əldə etmək üçün çox kiçik bir şərtimiz var. Dunay xanım, icazənizlə deyim sizə. Bizim videonun altında ən maraqlı şərh yazan, eyni zamanda videonu bəyənən və belə bir maraqlı deməli layihəyə, YouTube kanalına abunə olan şəxsə biz həmin kitabı sevə-sevə təqdim edəcəyik. Ümid edirəm hər kəsə faydalı olacaq ümumiyyətlə. Minnətdaram Nurayna xanım. Çox gözəl, maraqlı təşəbbüsünüz üçün. İnanıram ki, qalib tapılacaqdır yaxın müddətdə. Bundan kənarda həqiqətən də mövzu çox aktualdır ki, hal-hazırda bizim virtual olaraq fərqli ölkələrdə yaşayan insanlarla dostluq münasibətləri qura bilərik, tanış ola bilərik. Yəni hal-hazırki dövr buna imkanlar yaradır. Bu səbəbdən təsir eləmə mövzusu da həqiqətən də düşünürəm ki, hər bir sahədə lazım bir məsələdir. Videonun əvvəlində də vurğuladığım kimi mütləq şəkildə bu ixtisası üçün kommunikasiya bacarıqları vacibdir. Yəni siz digər qarşıdakı şəxsə öz bu formada məlumatlarınızı və işinizin nəticəsini hansısa bir yolla təqdim etməlisiniz. Bunun üçün mütləq şəkildə ünsiyyət bacarıqları olmalıdır. Siz Mən yeri gəlmişkən Dunay xanım sizə təşəkkür eləməmişdən öncə bir şey də vurğulamaq istəyirdim ki, əgər bu sahə üzrə və yaxud oxşar sahə üzrə hər hansı bir mentor dəstəyə ehtiyacı varsa bizim gənclərimizin müraciət edə bilərlər. Mən ümumiyyətlə gəncliyimizi çox sevirəm, gəncləri çox sevirəm. Onların bir başqa enerjisi olur, belə onların çox gözəl kreativ fikirləri olur, ideyaları olur. Sadəcə istiqamət vermək
bir azacıq istiqamət verən kimi 100% əminəm ki, onlar artıq öz yollarını, yəni verəcəklər. Çünki siz Z nəslisiniz, siz çox aktivsiniz və çox ambisiyalısınız. Ona görə bəli. Əgər elə bir şeylər olsa, sevə-sevə dəstək olmağa hazıram. Xoş sözləriniz üçün də minnətdaram, təklifiniz üçün də. Çox sağ olun. Sağ olun sizə. Sizə sonda söz vermək istərdim. Müəyyən bir fikriniz qalıbdısa, tamamlaya bilərsiniz. Mən çox təşəkkür edirəm Dunay xanım. Layihə çox möhtəşəmdir. Xüsusən bu ixtisasa görə məni uyğun bilib çağırdığınız üçün təşəkkür edirəm sizə. Növbəti layihələrdə də deməli sizə uğurlar arzulayıram. Enerjiniz tükənməsin, cəmiyyətə fayda verməyə kömək olun. Çox sağ olun. Təşəkkür edirəm sizə Nuranə xanım. Çox sağ olun. Dəvətinizi qəbul etdiyiniz üçün bir daha minnətdaram. Əziz izləyicilər, əgər bəyəndinizsə like düyməsini basmağı unutmayın. Kanala abunə olun ki, bu və bu kimi videoların davamı gəlsin. Növbəti görüşlərdə görüşənədək.